Değerli dostlar, hər vaxtınız xeyir olsun. Mən bir mövzuya xüsusi bir münasibət bildirmək istəyirəm. Çoxsaylı müraciətlər və çoxsaylı telefon zənglərini nəzərə alıb, eyni zamanda həssas təbəqənin bəzi üzvlərinin müraciətlərini nəzərə alıram. Deməli, bildiyiniz kimi son vaxtlar Azərbaycanda heyvan bazarlarının bağlanması və sonradan orada yaranan bəzi problemlərin aradan qaldırılması ilə bağlı ciddi işlər görülür. Xüsusən bu qida təhlükəsizliyi ilə bağlı orada olan nöqsanların aradan qaldırılması ilə bağlı işlər həyata keçirilir. Əksər rayonlarda mal bazarları artıq fəaliyyətini göstərir. Bəzilərində o abadlıq işləri ki aparılmalıdır, onlar aparılır. Amma nədənsə bu Cəlilabad rayonunda yerləşən bu heyvan bazarı, mal bazarı hələ də fəaliyyətə başlamır. Mənə az öncə məlumat gəldi ki, heyvan bazarının rəhbərliyini, sahibkarı Cəlilabad rayon bələdiyyəsi tərəfindən məhkəməyə verilib. Bazarın bağlanması ilə bağlı, köçürülməsi ilə bağlı, ümumiyyətlə daha doğrusu desək, sonuncu informasiyada bəlli olur ki, bazarı buldozerin qabağına verib uçurtmaq istəyirlər. Niyə? Niyə? Kimdir o qərəzli olanlar? Kimdir o qisas almaq istəyənlər? Niyə uçurdursunuz Cəlilabad rayonunda yerləşən heyvan bazarını? Adamı həbs eləmişsiniz, adamı həbs elətdiriblər, yaxud həbs olunub. Yəni, birbaşa iki qapaz vurmaq olmaz dostlar. Sahibkar Zakir Təhməzov xəstə adamdır, ağır bir xəstəlikdən əziyyət çəkir, vergisini ödəyir və məhkəmədə də məndə olan məlumata görə bələdiyyə üzvü, bələdiyyənin əməkdaşı gedir məhkəmədə iştirak edir, deyir ki, biz dədədən babadan bu insanların işlətdiyi, bu Zakir Təhməzovun işlətdiyi bazara gedib gəlmişik, heç bir problem yox, heç bir narazılığımız yox. Məhkəmədə də hakim bilmədim kimdir. Deyib ki, bəs yaxşı, bu nə məsələdir? Burada bir narazılıq yoxsa gedilsin. Qida təhlükəsizliyinin aradan irad tutduğu nöqsanlar aradan qaldırılsın və bazar fəaliyyətinə başlasın. İndi Cəlilabad rayonunun çox əhalisi yaşayan küçələri var. Mehdi Məhəmməd Hadi küçəsidir, Rəşad Şəhid Rəşad Zeyniyev küçəsidir, Həzi Aslanov küçəsidir, Marif Səfərov küçəsidir, Anar İsmailov küçəsidir, Gülüstan küçəsidir, Abdullah Şahi küçəsidir. 30 min əhalinin yaşadığı bir qəsəbəsinin örüş sahəsini, 100 hektarlarla olan örüş sahəsinin 50 hektarını həmən küçədə yaşayan bir möhtəbər, bir möhtərəm zəbt edib, mən onun haqqında danışacağım ayrıca. O Həzi Aslanov dediyim küçələr ki var, 6-7 küçənin sakinlərinə məxsus olan o insanların, heyvanlarının o otladığı örüş sahəsini zəbt edən o möhtərəmdən danışacağım ayrıca. 50 hektar ərazini adam zəbt edib, orada yeni bir bazar açmaq istəyir. Bəs hazır bazar var da, qardaş, bu hazır bazarın nöqsanları aradan qaldırılsın və işləsin. Bugün əksər rayonlarda insanların yaşayış durumu çox çətin bir vəziyyətdədir. Xüsusən Cəlilabad rayonunda. Cəlilabad rayonunda insanların məşğuliyyəti nədir? Əkinçilik, heyvandarlıq və salam. Zavod yox, fabrik yox. Bir də 10-15 nəfər də süpürgəçidir. Orada nə qədər süpürgəçi iştiratı olmalıdır. Yəni adamların məşğuliyyəti zaten bu heyvandarlıqdır. Sən də bu heyvanlarla məşğul olan insanların örüş sahəsini zəbt edirsən, təyinatını dəyişdirməyə çalışırsan, hazır olan bazarın bağlanması üçün mübarizə aparırsan ki, mənim orada zəbt elədiyim yerdə bazar açılmalıdır. Mən buradan fikirlərimi qısa olaraq bildirirəm. Bu məsələyə xüsusən qayıdacam. Cəlilabad rayonunun vəzifələrinə müraciət edirəm. Eyni zamanda xüsusən Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun diqqətinə insanları bəzi dırnaqarası özlərini rayonda söz sahibi
hiss eləmək istəyənlər insanlara narahatlıq yaradırlar. Rayondan təmsil olunan deputatın diqqətinə Malik Həsənovun, Malik müəllimin sizin seçicilərinizdir. O, mən adını sayladığım Məhəmməd Hadi küçəsidir, Rəşad Zeyniyev küçəsidir, şəhidimizin küçəsi, Həzi Aslanov küçəsi, Məlik Quliyev küçəsi, Anar İsmailov küçəsi, Gülüstan küçəsi, Abdullah Şahin küçəsi, 30 min əhalinin yaşadığı küçənin sakinlərinin örüş sahəsini zəbt edib bazar eləmək istəyirlər. Bu günləri hal-hazırki heyvan bazarının nöqsanları aradan qalxmalıdır və bazar insanların istifadəsinə verilməlidir. Sahibkarı məhkəməyə vermək nədir? Məhkəmədə ora-bura süründürmək nədir? Bu nədir ümumiyyətlə? Bu nə zehniyyətdir? Adam yıxılanda üstünə hücum çəkirlər. Adam həbs olunub, eyvallah. Hüquq mühafizə orqanları onun istintaqını aparır, araşdırır, cinayəti varsa cəzası veriləcək və s. və ilaxır. Amma sahibkarı incitmək olmaz. Hörmətli dövlət başçısı yaxın günlərdə icra hakimiyyəti başçılarını qəbul edəndə dedi ki, bəzi hallarda, rayonlarda torpağın təyinatını bu və digər formada dəyişirlər. Bunun qarşısı alınmalıdır. Sən adamların örüş sahəsini, qardaş, niyə zəbt eləyirsən? Nə üçün? Niyə zəbt eləmirsən? Kimsən ki, qardaş? Kimsən? Mən səndən ayrıca danışacağam. O adın saydığım küçələrin məxsus olan örüş sahəsini zəbt eləyən möhtərəm. Səndən ayrıca danışacağam. Bu məsələ bizim diqqətimizdədir. Bu məsələ yenidən qayıdacağıq. Bir daha deyirəm ki, Cəlilabad rayonunda heyvan bazarının açılmasına mane olan süni əngəl aradan qaldırılsın. Cəlilabad rayonunun vəzifəli şəxsləri, xüsusən də icra hakimiyyətinin başçısı hörmətli Rafiq Cəllov. Siz bu məsələni götürün şəxsi nəzarətinizə, imkan verməyin ki, insanlar əziyyət çəksinlər, qonşu rayonlara getsinlər. Qonşu rayonlara getmək süni qiymət artımı deməkdir. Maşın daşıma haqqları var, xərcləri var, digər məsələlər. Ən əsası da insanların min bir əziyyəti var. Belə, dəyərli dostlar, yayımımızı bəyənin, paylaşın. Bu təcili xəbəri sizin diqqətinizə çatdırdım. Sağ olun, sağlıqla qalın.